Salam, hər vaxtınız xeyir dəyərli tələbələr. Bugün sizinlə birlikdə keçən dərs birinci hissəsini keçdiyimiz müxtəlif mühitdədir. Elektrik cərəyanının ikinci hissəsini keçəcəyik bugün. İndi bundan əvvəlki mövzuda xatırlayırsınızsa, iki mühitdə keçdik. Bir metallarda, bir də məhlullarda keçmişdik və müxtəlif mühitləri ilk video birinci metallarda keçdik, sonra isə məhlullarda nəzərə yetirdik. İndi gəlin üçüncü hissəmizə yavaş-yavaş keçək. Üçüncü mövzu başlığımız olacaq vakuumda. Vakuumda elektrik cərəyanı. İndi burada biz vakuum diodu bizi xarakterizə eləyir burada. Vakuum diodu. Vakuum diodunu belə yazaq. Məsəl üçün, belə bir havası alınmış bir balondur. Burasını silək. Buradan bir közətmə bir teli var. Buradan bir katod var. Buradan da bir anod var. Bu hissə deyirlər anod. Bir saniyə. Bu hissə deyirlər anod. Bu hissə deyirlər katod. Bu hissə deyirlər közərtmə teli. Közərtmə teli. İndi burada məsəl üçün havası çıxarmış bir mühit var burada. Balon var və elektrik yükü burada yaratmaq istəyirik. Elektrik yükü yaratmaq istəyirsə, o zaman bu o katodu qızdırırıq və bu katod qızan zaman özündən elektronlar buraxır. Və bu çıxan elektronlar anoda doğru gedir. Həmin bu hala, yəni belə deyə biləcəksiniz, metalları qızdırarkən özündən elektron buraxması hadisəsinə biz deyirik termoelektron emissiya. İndi burada gəlin bu hissə üçün baxaq. Bu hissədə əsas yük daşıyıcı gördük ki, nədir? Vakuumda. Bu işi yerinə yetirən nədir? Elektronlar. Əsas yük daşıyıcı elektronlardır. Elektronlar. Və burada bu hissə üçün çıxış yükü yaza bilərik. A çıxış. Burada çıxış işidir. Çıxış işi. O zaman deyirik ki, buradakı molekuların kinetik enerjisi çıxış işindən böyükdür. Yəni elektron katodu əgər ki tərk eləyə bilirsə, müəyyən bir sürət hərəkət etdikləri üçün xarakterizə olunan kinetik enerji və kinetik enerji A çıxış işindən böyükdür. Yəni bu halda elektron çıxa bilir. Bunu da yazaq. Elektron çıxa bilir. Yəni bu elektronlar bu hissəyə doğru axın eləyə bilir. İndi bu hissəni yazandan sonra gələk bunun volt amper xarakteristikasına əsaslanan bir qrafikinə. İ'nin U'dan asılığı verib deyəlim ki bizə. Bu hissədən belə bir qrafik verilibdir deyəlim ki bizə. Bu hissədən bu hissəyə doğru. Elə bir istiqamət hərəkəti gəlir ki, gərginliyi biz görürük ki, artırırıq yavaş-yavaş. Gərginliyin qiyməti artır. Gərginliyi artırsa, cərəyan şiddəti də artır. Elə bir vəziyyət gəlir ki, gərginliyi artır. Yəni elə bir vaxt gəlir ki, artıq naqildən, daha sonra naqildən deyirəm, bu hissədə, yəni bu şəraitdə artıq keçəcək elektron qalmır. Elektron qalmadığına görə də cərəyan yaranmır. Və bu hala, yəni buradakı bu nöqtəyə deyirlər I
İD yazılır. İD'ya deyirlər. Deməli, buradan yazaq. O doyma cəryan şiddəti. Doyma cəryan şiddəti. Aha. Deməli, yəni elə bir hal gəlir ki, artıq deməli, belə deyim, gərginliyin elə bir həddi gəlir ki, artıq buradan, yəni bu hissə üçün artıq bu mühitdən keçəcək elektron olmadığına görə cəryan da keçə bilmir. Aha, bu hissəni dedik. İndi deməli burada həmçinin deməli bir şey deyək ki, doyma cəryan şiddəti temperaturun artması ilə düz xarakterizə olunur. Yəni məsəl üçün mən bunu belə eləsəm, bu hissəni artırsam belə, burayı yazaram. Bura məsəl üçün bu da bunun ikinci halıdır. Buraya 2 yazaram, bura 1 yazaram. Burada deməli yazaram ki, i doyma. O zaman burada deməli deyirik ki, i doyma 1 kiçikdir i doyma 2-dən və həmçinin t2 kiçikdir, daha sonra t2 böyükdür t1-dən. Yəni ikinci hər türlü deməli həm temperatur, həm də doyma cəryan şiddəti daha böyük olacaq. Tamam. İndi burada bir şey də əlavə edeyim ki, vakuum diodu dəyişən cəryanı düzləndirən qurğudur. Deməli yazaq, dəyişən cəryanı düzləndirir. Dəyişən cəryan düzləndirir nə deməkdir? Məsəl üçün deyəlim ki, deməli bir saniyə. Aha. Məsəl üçün bu hissə gəlsin belə. Aha. Məsəl üçün deməli bu hissədə deməli cəryan buradan axır. Deməli bura mənfi, bura müsbət olsun. Məsəl üçün deyəlim ki, cəryan axmağa başladı. Buradan axır. Və burada deməli bu şeyin məqsədi odur ki, lampa burada yanır. Burada naqil bir xətt üzərində gedir. Yəni cəryan sadəcə buradan belə bir istiqamətdə gedir. Yəni geriyə təzədən qayıda bilmir. Sadəcə belə gedə bilir. Belə gedə bilməz. Yəni bu məsələn hər hansı bir şey deyirlər, dəyişən cəryan düzləndirir falan filan düzləndirir. Düzləndirmə yəni bir istiqamətdə hərəkət etməsinə kömək edir. Və deməli iş prinsipi deməli termoelektron emissiya hadisəsinə aiddir. Yazaq. Termoelektron emissiya. Və həmçinin buna oxşar bir cihaz da var. Deməli elektron şüa borusu. Aha. Deməli bu hissəni yazdıq. İndi keçək deməli 4-cü halımıza. Deməli 4-cü hal qazlarda. Deməli indi baxaq qazlarda deməli elektrik cəryanı necədir? Əsasən deməli buradakı tətbiqlər neytral atom üzərindən götürülür. Məsəl üçün bizdə belə bir balon var deyəlim ki, belə bir deməli balon var. Bura mənfidir, bura müsbətdir. Və içəridə neytral deməli molekullar var, neytral. Deməli və görürük ki, deməli neytral molekul olduğundan bu hissədə burada elektrik cəryan yaranmır. Yəni neytral molekul elektrik cəryan yarada bilmir. Yəni burada onu görürük ki, elektrik cəryanı yaradamadığımız üçün xarici təsir bura lazımdır və bunun üçün həmin bu deməli o balonun üzərinə deməli ionlaşdırıcı təsir, yəni elektromaqnet dalğaları göndəririk.
Elektromaqnit dalğalar məsələn rentgen şüaları ola bilər, daha doğrusu rentgen dalğaları ola bilər, ultrabənövşə dalğalar ola bilər. Bunlar vasitəsilə burada elektron qopması baş verir. Məsəl üçün bu neytrondur. Bu deyirəm ki, məsələn neytral haldır. Buradan deməli şüa vurdu onun kəlləsinə. Bu gəldi, deməli mənfi 3 elektron oldu. Düzdürmü? Deməli, neytron içində bir mənfi var, bir də müsbət var. Mənfi getdisə öz işinə, o zaman deməli müsbət burada qalır. Burada deyirəm müsbət ion. Tamam. Yaxşı, bəs elə bir hal gələ bilər ki, müsbət çıxar, mənfi gələr yerinə. O zaman da deməli burada mənfi ion gələ bilər. Yəni burada deyirik ki, qazlarda əsas yük daşıyıcıları müsbət və mənfi ionlar, daha doğrusu müsbət və mənfi ionlar və deməli elektronlar. Müsbət və deməli mənfi ionlar və deməli elektronlar. Tamam. İndi burada başqa nəyə baxa bilərik? Burada deməli bunların bunlar üzərindən ionlara parçalanması, yəni ionların ayrılması, bunlar hamısı ionlaşma enerjisi vasitəsilə. İonlaşma enerjisi AI hərfi ilə işarə olunur. AI, buna deyirlər ionlaşma enerjisi. Həmçinin deməli WI də yazılır. Deməli. Və deməli bu WI atomun növündən asılıdır. Aha. Deməli, qazlarda elektrik cəryanının keçməsinə, yəni bu halda elektrik cəryanının keçməsinə həmçinin deməli o qaz boşalması deyilir. Elektrik cəryanının keçməsinə deməli qaz boşalması deyilir. Bunu da yazaq. Burada biraz nəzəriyyat çoxdur. Amma deməli eşitdikcə deməli anlayasınız tam olaraq. İndi gəlin burada bir hala deməli nəzərə yetirək ki, deməli bunun indi volt amper xarakteristikasını bir çəkək. İ'nin U'dan asılığı. Deməli bu hissədən belə. Bu hissədəki hala deməli deyirlər qeyri-müstəqil boşalma, qeyri-müstəqil, müstəqil boşalma. Bu hissə isə deyirlər bu nöqtədən sonraki hala deyirlər isə müstəqil boşalma. Tamam. İndi buradakı əsas məqsəd nədir? Baxın. Bu hissəyə dedik ki, bura nədir? Bu hissə deməli I doyma. Buradakı hissənin əsas məqsədi budur ki, bu mühit olduğunda, indi bu mühiti xarakterizə eləyək. Bu mühit elə bir ki, ilk halda belədir. Baxın, bu mühit ilk halda belədir, normaldır. Bu hissədə, deməli buradan şüalar deməli daxil edilir və bu şüalar gəlirlər hər bir neytronun deməli kəlləsinə tökülməsi, zərbə endirərək özlərindəki deməli elektronları gəlir toplayır və çıxır gedir. Yəni bu hissədəki verdiyimiz elektronlar bizim istəyimizdən asılı olmayaraq verdiyimiz, yəni adından zaten görünür, o qeyri-müstəqil deməli boşalma. Deməli, yəni öz istəyimiz, yəni müstəqil şəkildə verdiyimiz deməli hal deyil bu. Burası bizim istəmədiyimiz haldır. Yəni gəlirlər ki, bizim nədir? Təpəmizə döyür, əlimizdəki bütün nədir? Elektronları yığır, çıxır gedir. Amma bu şüa keçdikdən sonra isə, ionlaşdırıcının təsiri kəsildikdən sonraki hal isə, yəni buradakı ionlaşdırıcı təsir nə idi? Burada düşən xarici təsir nədir? Elektromaqnit dalğalar. Əsasən rentgen və ultrabənövşəyə xarakterizə olunur orada. Bu dalğa xarakterizə olunur. Onların təsir kəsildikdən sonraki hala isə müstəqil qaz boşalması deyilir. Və buradakı görülən iş az öncəki ilə xarakterizə eləsək, həmçinin buradakı kinetik enerjinin dəyişməsinə də bərabərdir.
Belə yazaq hətta. Deməli, A bərabərdir delta Y, deməli kinetik. Və həmçinin burada mən A-nı açarsam, mv kvadratı bölünsün 2 yaza bilərəm. Və elektrik yükündə deməli iş üçün Q vursun U yazmışdıq. Həmçinin bu Q-nu burada Y hərfi ilə işarə edə bilərəm. Ha Q, ha Y. Sadəcə deməli n sayda zərrəcikdən söz getmir. Sadəcə bir zərrəcikdən, bir yükdən söhbət getsə bunu yaza bilərəm. O zaman Y vursun U olacaq. O zaman Y U bərabərdir mv kvadratı bölünsün 2. Həmçinin bunu belə də yazmaq olar. Y bərabərdir deməli mv kvadratı bölünsün 2u. Deməli bu sual məsələlərdə çox düşə bilər. Həmçinin bir şey də yaza bilərik əslində. Məsəl üçün bu hal üçün baxa bilərik. Deyəlim ki, deməli belə bir əlimizdə bir qav var. Deyəlim ki, deməli buradan bura qədər olan məsafəyə mən deyərəm bir D və deməli buradakı elektronun axma istiqamətin əksi istiqamətin mən bir Y deyərəm. Və buradakı gərginliyi xatırlayırsa Y vursun T yazmışdıq. O zaman gətirib burada bu ifadəni yerinə yazarsam Y vursun böyük Y vursun D bərabərdir mv kvadratı bölünsün 2. Bu qədər. Yəni buradan da düstur alına bilər, buradan da düstur alına bilər. Yəni hər birində düstur alınır. Yerdə qalan çıxartması sizin işinizdir. Aha, indi gələk burada deməli müstəqil o qaz boşalmaların növlərinə. Müstəqil qaz boşalmaları. Müstəqil qaz boşalmaları. Müstəqil qaz boşalması deməli 4 cürlü. Birinci o tacılı birləşmə. Tacılı boşalma. İkinci alovsuz boşalma. Üçüncü höfzlü boşalma. Dördüncü hıgılcımlı boşalma. Aha. İndi bu hər biri indi baxaq nədir, yəni kimdir? Bu deməli qığılcımlı boşalma ildırım çaxmalarında olur. Bu köfsü boşalma deməli inşaatlarda və ya hər hansısa bir deməli tədarükəndə fikir vermişsə o qaynaqlar zamanı, yəni məsəl üçün qaynaqlar hər hansısa bir deməli metalı və ya armaturu başqasına deməli callamaq istəyəndə də çox bu boşalma görünür. Alovsuz boşalma reklam deməli borularında olur. Reklam deməli boruları. Ondan sonra və tacı boşalma isə elektrik dirəklərində olur. Fikir verirsə məsəl üçün axşamları belə deyim də, məsəl üçün elektrik dirəklərində cızıltı səsi, yəni yüksək deməli gərginlikli bir səs hiss edilir. Onun əslində iki səbəbi var elə olmasına. Həm budur, bu elektrik dirəklərində bu deməli tacı boşalma olmağı. Həmçinin səs əgər ki nə qədər gördüsə, demək ki bilin ki o qədər gərginlik var. Yəni gərginlik elə bir ki belə deyim də, siz gərginliyi bir şey olaraq da fikirləşə bilərsiniz. Necə deyim? Daha doğrusu titreşim olarak da fikirləşə bilərsiniz. Yəni çox güclü gərginlikdə böyük səslər çıxa bilər hətta. Yəni ona görə səsi biraz da vahiməlidir onlarda. Və həmçinin deməli bir hal da baxaq. Bu hal istisna haldır. Plazmalı. Plazmalı kifayət qədər iyonlaşmış maddələrə, yəni daha doğrusu kifayət qədər iyonlaşmış o qazlara daha doğrusu plazma deyilir. Alfa bərabərdir iyonlaşmış iyonların sayı bölünsün ümumi iyonların sayı düsturla hesablanır burada da. İndi bu hissədə getdi. İndi keçək son mühitə baxaq və deməli bir-iki dənə də cihaz haqqında danışaq və mövzunu deməli bitirək. Deməli
5-ci başlıq yarım keçiricilər. Aha. İndi bunu məsəl üçün deməli bu hissəni belə xarakterizə edə bilərik. İki lövhə arasında məsəl üçün bir mühitimiz var. Tamam. İndi bura məsəl üçün silisyum yerləşdirək. Silisyum bilirik ki, o 4 valentlidir. Deməli belə çəkək. İçinə yazaq silisyum, silisyum, silisyum. Deməli silisyum, buna da silisyum, buna da silisyum. Aha. İndi bu halı necə deməli baxacağıq? Deməli xatirəsə elektronlar hansı istiqamətdə gedir? Deməli intensivlik bu istiqamətdə gedir, elektronlar isə bunun əksi istiqamətdə gedir. Yəni elektronlar bu hissəyə gəlirlər, bu hissəyə. Gəlirlər bu hissəyə. Buradan keçirlər bu hissəyə. Bir saniyə, düz çəkənmədim. Gəlirlər bu hissəyə, bu hissədən keçirlər bu hissəyə. Sonra burada dayanırlar, təzədən keçirlər bu hissəyə. Sonra təzədən yenə elektronlar keçir bu hissəyə. Sonra təzədən yenə deməli ardıcıl olaraq hər biri keçir. Və burada bir hal yaranır. Buradan elektron keçərkən burada durur və burada deməli bir o deşik yaradır. O deşik burada qalır. Bu elektron bu biri deşiyi deməli keçir. Bundan əvvəlki elektron yaratdığı deşiyə, bu elektron isə bundan əvvəlki yaratdığı o deşiyə keçir. Yəni elektronlar gedir və aralarında deməli deşik, deməli ardında daha doğrusu deşik yaradır və elektronların yayılma istiqamətinin əksi istiqamətdədir. Bu həmin o deməli deşiklər. Yəni sadəcə bir şey bilin ki, fizikada intensivlik xəttinin, yəni daha doğrusu ümumiyyətlə bu müsbətdən mənfiyə doğru hərəkət eləməyən tək ki elektronlardır. Yəni adi burada elektronun öz yaratdığı deşiklər belə intensivlik istiqamətində hərəkət eləyirlər. Və burada əsas yük daşıyıcılar deyə bilərik ki, deməli elektronlar və deşiklərdir. Elektronlar və deməli deşiklər. Aha. Və burada bir deməli təmiz yarım keçiriciyə baxaq. Təmiz yarım keçirici. Yəni aşkarsız da deyirlər. Bu hissədə elektronların sayı ilə deməli deşiklərin sayı bərabərdir ki, deməli aşkarsızdır. Yəni hər ikisi arasında deməli o tərs mütənasiblik yoxdur. Yəni biri çoxalır, biri azalır. İndi baxaq ikinci hala. Bu A halı üçün yazaq. Bir də B halı üçün var. B halı deməli aşkarlı. Aşkarlı yarım keçiricilər. Aşkarlı yarım keçiricilər. Silisyum deməli o 4 valentlidir. Məsəl üçün silisyuma gələn deyək ki arsen. O da olsun o 5 valentdir. İndi gələnin elektronların sayı, yəni arsenin elektronların sayı silisyumda çox olduğu üçün silisyuma bir dənə elektron hədiyyə eləyəcək. Və bu zaman ümumi elektron sayı ümumi o deşik sayından çox olur. Və deməli gələn valentlik deşikdən daha çoxdursa, bu vəziyyətə deməli bu vəziyyətdəki bu arsenə deyilir o donor aşkar. Bunu düz əməlli çəkim. Bu xətti niyəsə çəkənmədim bir türlü. Aha. Amma gəlin indi bunun tərsinə baxaq. Yəni bunun tərsinə baxmamışdan qabaq. Əgər özündən böyük valentlik təşkil edən bir deməli molekul gəlirsə bunun yerinə bir elektron hədiyyə eləyir. Elektron hədiyyə etdiyi zaman elektronun sayı o deşiklərin sayından çox olur. Çünki bura nəzərdə tutulmuş deməli o deşiklərin sayı olur 4. Hər dənəsində deməli bir dənə deşik olur. Amma bu əlavə bir dənə də elektron alır və bir dənəsi çöldə qalır. Ümumi oldu o 5 elektron və o 4 deşik oldu. Yəni ona görə də həqiqətən də elektronun sayı o deşiyin sayına bölünür və burada verənə deyirlər o donor aşkar. Alanı isə deyirlər akseptor aşkar.
O zaman deməli bunun bu hissəsinə baxaq. Bir də var deməli bunun tərsi hissəsinə baxaq. Bunun tərsi hissəsi belədir ki, məsəl üçün silisium deməli silisium o 4 valentli qalsın burada. Bir də ki bura gəlir məsəl üçün indium 3 valentli. Burada nə oldu? O deşiklərin sayı nə oldu? Elektron sayının çox oldu. Çünki bu buna artıq bir dənə elektron verdi. O zaman isə deməli indium elementinin valentliyi gəldiyi o deşikdən elementlərin deməli valentliyi böyükdürsə, o zaman indiuma deyirlər akseptor. Akseptor aşkar deyirlər. Bu qədər. Bu hissədən bu qədər. İndi deməli həm donur həm aşkarı keçsək. İndi keçək deməli son olaraq deməli cihazlara. Cihazları da bitirək və mövzu üzərində deməli sonu qutaraq. Cihazlar. Birinci cihazımız yarım keçirici diod. Yarım keçirici diod deməli belə yazılır. P-in keçidinə əsaslanır prinsipi. Bura mənfi, bura müsbət. Buna deyirlər bu düz keçid. Bu düz keçiddə keçən elektron sayı çox olur həddindən artıq. Deməli. Bir də var bunun əksi o tərs keçid. Deməli fərqi nədir bu düz keçid tərs keçid arasında? Aralarındakı deməli potensiallar fərqinin işarəsi bu qədər. Bura müsbət olacaq, bura mənfi olacaq. Burada P-in qalacaq. Buna deyirlər o tərs keçid. İstər topluda, istər güvəndə buna aid çalışdırıcı suallar çox var. Ehtiyatlı olun bundan işləyəcək. Burada ki, cəryan yəni belə deyim də, burada cəryan uça-uça keçir. Burada cəryan belə deyim sürünə-sürünə keçir yəni. Cəryan keçmir ümumiyyətlə demək olar ki, yəni çox az keçir. Və bunun deməli cihaz görüntüsünü yazarsa belə bir hal olacaq. Yəni mühitlərdə falan filan belə işarə olunur. Həmçinin bunun volt amper xarakteristikasını da çəkək. Deməli i-nin u-dan asılılığını çəkək. Deməli bura bu düz keçiddir. Yəni buradan keçən cəryan çox böyük qiymət alır. Burası o tərs keçiddir, yəni çox minimal qiymət alır. Tərs keçid. Burada əslində həm P, həm də N deməli keçidləri üçün bir istisna hal deyə bilərik. Yəni P-in keçidi haqqında danışmaq olardı, amma təbii ki bu hal haqqında danışırıqsa biraz lap dərinə getmək daha doğru olar. Ona da mövzu içərisində mövzu dağınıqlığı olmasın deyə toxunmuram. Buna da bir deməli bu mövzuya aid bir dənə ali fizika videosu məndən sizə hədiyyə olar. Ümid edirəm, deməli vaxtım olduğu zaman bu mövzu izahlarına hələ ki deməli fokuslanmışam. Mövzu izahlarından sonra və ya mövzu izahlarının arasına deməli bunu da sala bilərəm. Ağlınızda bulunsun. Və deməli yarım keçidi diodun iş prinsipi P-in keçidinə əsaslanır. Aha. Bu da getdi. İndi burada yerimiz yoxdur. Biraz yer açaq. Bu birinci cihazımız. İndi və bir şey də bilin ki, əgər ki, deməli yarım keçiricidə deşiklərin sayı çoxdursa, deməli deşiklərin sayı çoxdursa P tip deyirlər, elektronun sayı çox olarsa N tip deyirlər. Deməli, sadəcə deməli bunu çox qısa olaraqdan bir deyim, ağlınızda bulunsun. Keçək ikinci cihazımıza, tranzistor. Tranzistor. Deməli, bir şey də burada deyim ki, tranzistorun iş prinsipi P-in keçidinə əsaslanır. Mən niyə həmişə bu E yerinə C yazıram, çox maraqlıdır. Neyse. P-in keçidi. Deməli. Belə bir cihazdır. Deməli.
Burada deyilir emitter. Burada deyilir kollektor. Burada deyirlər baza. Bütün hər şey burada toplanır. İndi emitterdən gəlir bazaya, bazadan da gedir o kollektora. Və ümumən deməli buradan yazırlar ki, i baza bərabərdir. I deməli emitter üzərinə gəlinsin, i deməli kollektor. Deməli, yəni buradan təbii ki, deyirsiniz ki, deməli o baza bərabər bu ikisini cəmi edir, elə deyilmi? Xeyr, əslində belə deyil. Yəni bu düstur səhvdir. Bunu mən ümumiyyətlə ən başda göstərirəm ki, bu düsturu görsünlər səhvin nə olduğunu. Emittir, kollektor bazı haqqında da deməli bir video əslində eləmək olar, çox ətraflı. Çünki burada anlatma sadəcə kör-köranadır. Sadəcə öyrənə biləcəyimiz emitterin cəryanı deməli bərabərdir kollektorun cəryanı üzərinə gəlsin bazanın cəryanına. Bu qədər. Yəni bu hissə üçün deyə bilərik ki, nəzəriyyə fərqindən olmaksızın burada əsas bir şeye nəzər yetirmək lazımdır. Bu deməli diqqət yetirdiyimiz işlərin hamısı zaten bu hissəyə xas olan bir nəzəriyyəyə aiddir. Emitterdən gələn cəryan kollektordan və bazada olan cəryandan daha böyükdür. Burada məlumat toplanması kimi deməli fikirləşməyin. Və iş prinsipi zəif elektromaqnet dalğalar gücləndirmək üçün istifadə olunur. Deməli, keçək üçüncü cihazımıza. Üçüncü cihazımız olacaq. Deməli, burada yeri varmı, yoxdur. Keçək deməli üçüncü cihazımıza. Üçüncü cihazımız olacaq. Deməli, ya deyirlər deməli termistor, ya da deyirlər deməli termorezistor. Deməli, cihaz üçün belə yaza bilərik. Buradan deməli temperaturun asıllığını da göstərək. Deməli, bunu silək ki, bu ehtiyac yoxdur. Deməli, bu qrafikdən burada bir şey var ki, burada temperatur ölçür. Yanğın söndürənlər üçün, məsəl üçün, o ofislərdə üstə görürsünüz, məsəl üçün, otaqda tüstü olan anda, məsəl üçün, görürsünüz ki, su axıdan cihazlar var yuxarıda. Onlarda əsasən istifadə olunur bu. Və iş prinsipi müqavimətin temperaturdan o tərs asıllığına əsaslanır. Bu hal deməli fərqli bir haldır. Bu hala belə baxın. Və deməli buradan bunu dedik və son olaraq deməli cihaz olaraq deməli qaldı fotorezistor. Fotorezistor. Fotorezistor zəif işıq selini ölçür. Zəif deməli iş prinsipi, yəni zəif iş prinsipi deyil, daha sonra işi zəif işıq selini ölçür. Selini deməli ölçür. Deməli iş prinsipi isə işığın intensivliyinin deməli müqavimətin deməli tərs asıllığına əsaslanır. Belə də bayaq ki temperaturludur. İndiki də isə budur. İntensivlikdən tərs asıllığına əsaslanır. Deməli, bu hissədən də deməli yavaş-yavaş da olsa anlatmaya çalışdıq. Bu hissədə deməli ən sonuncu olaraqdan bir şey dediyim ki, keçən mövzu xatırlayırsa kimyəvi təsir, maqnit təsir falan haqqında danışmışdıq, amma söyləməmişdik nə istifadə olunur. Yəni kimyəvi təsir harda olur, istilik təsiri harda olur, işıq təsiri harda olur. Gəlin onlara baxaq. Kimyəvi təsir, bunu özünüzdə qeyd edin. Kimyəvi təsir məhlullarda olur. Maqnit təsir mühitdən hamısında görünür, var. İstilik təsiri xatırlayırsa metallarda və yarımkeçiricilərdə baxdıq. İşıq təsiri isə ancaq o qazlarda olur. Və müxtəlif mühitlərdə elektrik cəryanından da, deməli mövzuzəndən də ümumi olaraqdan deməli bu qədər uşaqlar. Deməli bu hissəni yekunlaşdırdıq. Ümid edirəm mövzuda deməli anlamadığınız bir şey yoxdur. Anlamadığınız bir şey olarsa şərhlər bölümündə sual yazaraq sualınızı verə bilərsiniz.
Özünüzə yaxşı baxın. Sağ olun.